Salam uşaqlar, deməli biz bu günlərim keçən dərs keçdik məqsəd və intonasiyaya görə növün, bu günlərim keçəcəyin cümlənin, sadə cümlənin şəxsə görə növləri. Gəldik. İlk öncə yazaq sadə cümlənin şəxsə görə növləri. Sadə cümlənin şəxsə görə növləri. Kiçik-kiçik yazdıq, kifayətdir. İlk öncə bilin ki, sadə cümlənin şəxsə görə növləri iki yerə bölünür. Biri var mübtəda əsasında formalaşan, biri də var xəbər əsasında formalaşan. Xəbər əsasında formalaşan, bir də var mübtəda əsasında formalaşan. Mübtəda əsasında formalaşanı bir dənə bilin ki, bu adlıq cümlədir. Hər biri haqqında geniş məlumat verəcəm irəliləyən dəqiqələrdə. Xəbər əsasında formalaşanlar isə müəyyən şəxsi cümlə, sonra qeyri-müəyyən şəxsli cümlə, şəxsiz cümlə, bir də ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə. Gəldik ilk öncə, niyə bu adlıq cümləni biz deyirik? Adlıq cümlə xəbəri yoxdur, yəni mübtəda əsasında formalaşır. Daxilində mübtədası və ikinci dərəcəli üzvlərdən ən azı birinin iştirakı olmalıdır. Digərləri də iştirak edə bilər. Ən azı birinin istifadəsi önəmlidir ki, biz ona deyək ki, adlıq cümlədir. Əsasən söz birləşmələrinə əsasən, ismi birləşmələrə əsasən götürülə bilər. Məsələn, deyə bilərəm ki, adlıq cümləyə. Deyirəm ki, yaz havası və yaxud verə bilərəm ki, gözəl qız, yetər ki, xəbəri yoxdur. Söz birləşməsi ilə ola bilər, digər cümlə, yenə təkrarçılıq olmasın, cümlə üzvləri ola bilər. Yəni, bilin ki, adlıq cümlə daha rahatdır tapmaq. Adlıq cümlə adətən remarkalar, məsələn, drama əsərlərdə olur, remarka forması, remarka olur drama əsərlərdə, mötərizənin daxilində verir. Onlar əsasən adlıq cümlələr kimi qəbul olunur. Bir sözlə bilin ki, adlıq cümlənin xəbər olur. Bunu tapmaq rahatdır. Gəldik digərləri haqqında ətraflı indi bir-bir məlumat verəcəm sizə. İlk öncə başlayırıq müəyyən şəxsi cümlə haqqında məlumat verməyə. Müəyyən şəxsi cümlə adından bilindiyi kimi, müəyyən şəxsi cümlənin mübtədası və xəbəri cümlənin daxilində olur. Müəyyən şəxsi cümlə, məsələn, deyək ki, hava çox sərindir. Necədir? Sərindir. Nə? Hava. Mübtədam yerində, xəbərim də yerində. Bu, müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlə mübtədası və xəbəri yerində olur. Bəzən unudula da bilər. İndi cümlələr əsasında quraq. Məsələn, şəxsə görə cümlələr quraq. Məsələn, deyirəm ki, mən gəlim, sən gəl, o gəlsin. Biz gələk, siz gəlin, onlar gəlsinlər. Onlar açdım, bağışlayın. Buranı bərpa etmək lazım deyil. Buranı boş saxlayıram. Niyə? Çünki, yadınızda saxlayın, müəyyən bildirən cümlələr, sadə cümlənin şəxsə görə növlərində mən gəlim, nə edim, kim, mən, sən gəl, nə et, gəl, kim, sən, gəlsin, nə etsin, kim, o, bir də biz gələk, nə edək, kim, biz, siz gəlin, nə edin, kim, siz. Mübtədası xəbəri öz yerində. Niyə buranı boş saxladım? Çünki onlar gəlsinlər desəm, artıq müəyyən şəxsi cümləyə çevrildi. Buranın xəbərini, nədir, şəxsə görə dəyişimini vermədim. Çünki bu qeyri-müəyyən şəxsi cümlə olacaq. Onunla, məsələn, gəldilər, dedikdə ətraflı məlumat verəcəm qeyri-müəyyən şəxsi cümləyə. Bəzən müəyyən şəxsi cümlənin mübtədası unudula bilər. Özüm bərpa edə bilərəm. Məsələn, deyirəm ki, həyətə düşdük.
Nə etdik? Düşdük. Hara? Həyətə. Da mən burada mübtədanı görmədim. Düşünməyim ki, bu qeyri-müəyyən şəxsi cümlədir. Biz düşdük. Yəni mən onun mübtədasını fikrimdə bərpa edirəm. Yəni ki, biz mübtədasını bərpa etdim. Bu oldu müəyyən şəxsi cümlə. Bəzən unudula bilər müəyyən şəxsi cümlənin xəbəri. Belə, bunu başa düşdünüz? Qaranlıq qalan məqam olmadı sizə? Biz olmağa həyata düşmüşlər qeyri-müəyyən. Necə? Biz Yox. İndi mən izahını verəcəm, daha aydın başa düşəcəksiniz Tural bəy. Bircə dənə qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində olur. Bunun mübtədası yoxdur da, yəni əvvəl dedim ki, mübtədası unudula da bilər. Mən bunu öz beynimdə, fikrimdə təsəvvür eləyirəm, bərpa eləyirəm də. Müəyyən şəxsi cümlədir. Eybi yoxdur, verilməsin. Amma mən ona sual verib bərpa eləyə bilirəm. Xəbərə sual verib mübtədanı fikrimdə canlandırıram. Müəyyən şəxsi cümlədir. Siz də sağ olun. Gəldik digər tərəfdən. Bu bölmə biraz qəliz bölmədir. Biraz diqqətli qulaq asın ki, onsuz da yenə qalacam üstündə. Gəldik digər tərəfdən qeyri-müəyyən şəxsi cümlə. Qeyri-müəyyən şəxsi cümlə. Qeyri-müəyyən şəxsi cümlənin xəbəri lar, lər şəkilçisinin köməkliyi ilə olur. Gəldik, məsələn, işi görən var, amma bizim üçün o işi görən şəxs maraqlı deyil, ha. Hadisə maraqlıdır, gedən proses maraqlıdır. Məsələn, deyirəm ki, cümlə quraq, deyirəm ki, həyətə düşdülər. Nə etdilər? Düşdülər, hara? Həyətə. Var mübtədası, amma mən onu bərpa eləməyəcəm. Ona görə bərpa etmirəm ki, çünki bu məzmununda qeyri-müəyyənlik olmalıdır. Var, düşənlər var həyətə. Kimlərsə var, uşaqlardırmı? İndi kimlərdirsə düşüblər həyətə. Onlar mı? Amma mən təsəvvür etmirəm, ha. Etmək olmaz. Mən bu iki gözümlə, burada mən mübtədanı gördüm, ha. Məsələn, tutalım, cümləni belə verib. Verib ki, uşaqlar həyətə düşdülər. Hə, bu onda müəyyən şəxsi cümlədir, ha. Bu qeyri-müəyyən şəxsi cümlə deyil. Qeyri-müəyyən şəxsi cümlənin dedik məzmunu nədir? İş görən var. Amma mənim üçün maraqlı deyil. Mənim üçün hadisə maraqlıdır. Baş verən proses maraqlıdır. Başa düşdünüzmü? Ondan da əlavə yadınızda qalsın. Modal sözlər var, ha. Sanki, güya, elə bil ki, bunlar modal sözlərdir. Adətən qeyri-müəyyən şəxsi cümlənin daxilində olurlar. Gördünüz, burada qaranlıq qalan məqam olmadı sizə. Gəldik digər tərəfdən ümumi şəxsi cümləyə. Ümumi şəxsi cümlə nədir? Ümumi şəxsi cümlə adından bilindiyi kimi. Ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlə elə bil ki, hər birimizə aid cümlələrdir. Elə bir dünyada nə qədər əhali var, ha, dünyanın nə qədər fərdi, əhalisi var, hamıya şamil olan cümlələrdir. Təkcə nə mənə, nə sənə, nə də digərinə aid deyil. Hamı o işin şahidi ola bilər. Bu ümumi şəxsidir. Bunun da xəbəri yadınızda qalsın. Lar, lər, bayaqki kimi qeyri-müəyyən şəxsi cümlənin şəkilçisi kim olur? Bir də ikinci şəxsin təkinin şəkilçisi olur. İkinci şəxsin təkinin şəkilçisi. Ümumi şəxsi cümlənin cümlələr əsasında qoyub. Adətən, hamısında demirəm, ha. Adətən atalar sözləri, məsəllərlə də ifadə oluna bilər. Hamıya aiddir atalar sözləri, məsəllər, hamıya aiddir. Mən harada gördüm, gedim atalar sözünü, ümumi şəxsi cümlə götürüm, elə bir qaydamız da yoxdur. İndi cümlələr əsasında izahını verəcəm. Məsələn, deyirəm ki, cücəni payızda sayarlar. Bir başqasını da yazım. Deyirəm ki, digər tərəfdən daldan atılan daş
Daldan atılan daş topuğa dəyər. Və yaxud 100 ölç, bir biç, bir biç. Bax, bunların da qeyri-müəyyən şəxsi cümlə kimi mübtədasını bərpa etmək olmur, ha, heç düşünmə. Gəldik, cüzəni payızda sayarlar. Nə edərlər? Payızda sayarlar. Atalar sözüdür və üçüncü şəxsin cəmindədir. Bu hamıya aiddir. Mübtədası yoxdur, heç bərpa etmirəm. Mən bu iki gözümlə burada mübtədanı gördüm, ha. Onda avtomatik çevriləcək müəyyən şəxsi cümləyə. Sonra, daldan atılan daş topuğa dəyər. Nə edər? Dəyər. Nə? Daş. Gördünüz? Atalar sözüdür. İçərisində mübtədası və xəbər. Mübtədası bəllidir, bu oldu müəyyən şəxsi cümlə. Gəldik, məsələn, 100 ölç, bir biç, nə et? Nə et? Ölç, nə et? Biç. İkinci şəxsin təkində. Atalar sözüdür, oldu ümumi şəxsi cümlə. Gördünüz? Və yaxud deyirəm ki, Bakıda küləklərə rast gəlirsən. Rast gəlirsən, hamı gəlir də, hamı gedəndə biz bilirik ki, Bakı küləklər şəhəridir. Dünyanın hansı bir nöqtəsindən bura şəxs gəlsə, insan gəlsə, mütləq o küləyə rast gələcək. Yəni, hamıya şamildir. Belə, qaranlıq qalan məqam olmadı burada da sizə? Sən başa düşərsən. Hərflərimiz yola deyərsə. Necə? Hərflərdə kəmlik olan. Kəmlik nədir? Ben öz sözü öyleydi mesela. Öyle şeyler var. Hansı, nə? Öz sözü yazmıştı. 100 ölç, bir biç, hə. Öyle yazmıştı. Hə, ola bilər. Mexaniki səhv. Yox, heç nə olmaz. Yox da mexaniki səhvdə heç nə olmaz. Olsun da. Olanda deyin ki, mən olur da. Heç nə olmaz, nə olar ki? Aha, sonra gəldik. Nəyimiz qaldı orada bizim? Şəxsiz. Bax, bu şəxsiz cümlələrdə ehtiyatlı olun. Bu şəxsiz cümlələr. Şəxsiz cümlələr. Şəxsiz cümlələr. Şəxsiz cümlələr adından bilindiyi kimi İçərisində şəxsi yoxdur, şəxsizdir. Baxın, qeyri-müəyyən şəxsi cümlədir. Ümumi şəxsi cümlədir. Təsəvvür eləyirdi mübtədasını. Amma bu şəxsi cümlələrdə ümumiyyətlə mübtədanı bərpa etmək olmur. Yadınıza gəlir, feilin qrammatik məna növünü keçmişdi ya, şəxsiz feillər. Feilin qrammatik məna növü. Bax, bu o deməkdir. Şəxsiz feillər yazdırmışdım ha sizə, konspektdə. Burada da var, bu qeydimdə də var, yenə verəcəm. O şəxsiz feilləri, əzbərin bir dənə rahat şəxsiz feilləri tapmaq bu iş, sarıdan sizə rahat olsun. Şəxsiz feillər 4 yolla yaranır. Hansıdır? Bəzi deyəndə, bəzi ismi birləşmələrlə, sonra bəzi frazoloji birləşmələr, sonra digər tərəfdə bəzi sadə zərflər var ha, bəzi sadə zərflər, onların vasitəsilə. Bir də digər tərəfdən nəyimiz var idi? Bəzi ismi birləşmələr, feili birləşmələr, sadə zərflər, bir də şəxsiz feillər. Şəxsiz feillərin köməkliyi ilə. Bəzi ismi birləşmələr var ki, onlar yadınızda saxlayın. Bu, idi, imiş, isə, bir də deyil hissəciklərinin köməkliyi ilə yaranır. İdi, imiş isə deyil sözünün köməkliyi ilə bəzi ismi birləşmələr şəxsiz cümlələr yaradır. Məsələn, deyirəm ki, bəzi ismi birləşmələrlə yayın, yazın, belə yazaq da, yayın, istisi, üçüncü növ təyini söz birləşməsidir. Yayın istisi idi. Yadınızda saxlayın. Əgər cümlənin xəbəri idi, imiş,
İsə ilə ifadə olunubsa, mən onu təkcə xəbər kimi götürəcək ixtiyarım yoxdur. Neyəcəm? Özündən əvvəlki söz və yaxud söz birləşməsi ilə cümləni xəbərini götürəcəm. Məsələn, yayın istisidir. Üçüncü nöqtənin söz birləşməsidir. İdini də verib xəbər kimi orada hissəcək olaraq mən təkcə götürmədim, bütövlükdə bu cümləni xəbər götürəcəm. Yayın istisidir. Mübtəda bərpa eləyin görüb. Eləmək olur? Olmur. Bu, testdə düşəndə bu formada verirlər. Şəxsi cümləmin biri hazırdır, ismi birləşməklə. Bəzi frazoloji birləşmələrdən. Məsələn, deyirəm ki, həsrətdən burnunun ucu göynəyirdi. Nə edirdi? Burnunun ucu göynəmək. Frazoloji birləşməmdir. Nə edirdi? Burnunun ucu göynürdü. İndi mübtədanı bərpa eləyin görüb. Burnunun ucu göynürdü. Olmur. Kim göynürdü, nə göynürdü deyə bilirəm? Yox. Olmadığına görə Dəniz onun dedin? Hə, tutalım. Onun burnunun ucu göynürdü. Bərpa elə görün mübtədanı. Fərqi nədir ki? Aslı tərəfini bərpa elədin sən onun. İsmi birləşmənin aslı tərəfini bərpa elədin də. Elə bil ki, onun burnu üçüncü nöqtəyinin söz birləşməsidir. Üçüncü nöqtəyinin söz birləşməsi gəlib frazoloji birləşmənin daxilinə girib də aslı tərəfi ixtisar olunub. Fərqi nədir? Eyni şeydir. Burnunun ucu göynədi. Nə etdi? Burnun ucu göynədi. Mən ona mübtəda bərpa eləyə bilirəm. Harada frazoloji birləşmə var, mən gedim onu şəxsi cümlədə götürəcək, elə bir fikir də yoxdur. Sonra gəldik, bəzi zərflər var. Sadə zərflərimiz var ki, yerinə görə onlar, biz zərf bölməsində keçmişdik, ikinci hissəsinin xüsusiyyətini daşıyan sözlər var idi. Axşam, səhər, gündüz. Bunlar yerinə görə isim olurdu, yerinə görə də zərf olurdu, zaman zərfi. Bax, o tipli cümlələr. Məsələn, deyirəm ki, səhər idi. Və yaxud axşam idi, axşam imiş. Getdik, səhər idi, nə zaman idi, axşam imiş, nə zaman imiş. Bərpa eləyin görün mübtədasını. Eləmək olur? Olmur. Gəldik, bəzi o şəxsiz feillər var idi. Hansı şəxsiz feillərimiz var idi? Məsələn, məsələyə baxıldı, toxunuldu. Bu tipli bizim şəxsiz feillərimiz var idi ki, onlarla şəxsiz cümlələr düzəlirdi. Gəldik. Məsələn, deyirəm ki, bizim məsələyə baxıldı. Nə edildi? Məsələyə baxıldı. Hansı məsələyə? Bizim məsələyə. Təyinim. Bərpa eləyin görüm. Bərpa eləyin görüm. Bizim məsələyə baxıldı. Mübtədası bərpa etmək olur. Xəbərinə əsasən sual vermək olur. Xeyr, vermək olur. Bizim mübtəda deyil. Kim məsələyə baxıldı? Mənə taşdırmayım. Təyindir o. Hansı məsələyə baxıldı? Bizim. Belə. Burada qaranlıq qalan məqam olmadı şəxsiz feillərlə bağlı sizdə. Gəldik digər tərəfdən. Qaldı bizim orada söz cümləmiz. Söz cümlə nədir? Yəni üzvlənməyən cümlə. Söz cümlə. Söz cümlə. Söz cümlə nədir? Yəni üzvlənməyən cümlə. Cümlə var, amma nədir? Üzvlənmir. Adətən ədatlarla, modal sözlər və nidalarla ifadə olunur. Bu əsasən dialoq nitqində istifadə olunur, dialoqda. Məsələn, deyirəm ki, kimin adını bura yazaq? Cəlal. Sizə sevgi yazın. Cəlal. Məsələn, deyirəm Cəlal, bu gün gələcəksən məktəbə yəni. Və yaxud hazırlığa. Gələcəksən. Bugün, məsələn deyirəm, Cəlal, bugün gələcəksən, Cəlalara sual verirəm. Cəlal da mənə indi kefinə nətər düşür. Ki, bəli, ki, deyəcək ki, bəli, bəli, sonra xeyr,
əlbəttə, hə. İndi onu ümumiyyətlə ürək istəyir. İndi bu, yəni üzvlənməyən cümlədir, yəni söz cümlədir. Gördünüzmü? Yəni nidalarla, modal söz və ədatlarla cavab vermək lazımdır. Ədatla, təsdiq bildirən ədatla mən ona cavab verdim. Bəli. Xeyr, yox, əlbəttə, indi söz cümləni tapmaq rahatdır. Gəldi uşaqlar. Cavab uzun-uzun olsa fərqli. Yox, onun qısa konkret verirsən cavabını, qısa. Bura qısa. Aha, söz cümlə adından bəllidir. Nə ilə verilir? Ədatla verilir, təsdiq və inkar bildirən ədatla. Modal sözlərlə verilir cavabları, bir də nida ilə. Nədir ki, bunlar qısa olmalıdır, lakonik olmalıdır. Asandır. Bəli. Gəldik, sonra elə bax, burada cümlə haqqında da məlumat verəcəm. Cümlənin quruluşu haqqında, çünki testdə bir-iki yerdə düşür. Məsələn, deyirəm ki, bir müxtəsər cümlə var. Müxtəsər cümlə var. Bir də var geniş cümlə. Geniş cümlə. Müxtəsər cümlə, yəni baş üzvlərin hər ikisinin iştirakı olan, yəni mübtəda və xəbərdən ibarət olan cümləyə deyirlər. Məsələn, deyirəm ki, birinci dərəcəli üzvlərdən, məsələn, baş üzvlərdən mübtəda iştirak etməsə də olar, olur müxtəsər cümlə. Məsələn, deyirəm ki, Telman qoçaqdır. Necədir? Qoçaqdır. Kim? Telman. Mübtəda xəbərim yerində. Yəni ikinci dərəcəli üzvlərdən tamamlıq, təyin, zərflik olmasın ha. Ona görə adı müxtəsər cümlədir. Müxtəsər cümlədir. Qısa dayanır. Bəli. Və yaxud deyirəm ki, elə verdim bunu qoçaqdır. Qoçaqdır. Necədir? Bir dənə xəbərdən ibarət müxtəsər cümlə. Yəni, sonra gəldik geniş cümlə. Geniş cümlə adından bəllidir ki, genişdir. Daxilində ikinci dərəcəli üzvlərdən ən azı biri, digərləri də iştirak edə bilər, ha? Ən azı biri iştirak eləsin ki, biz ona deyək ki, bu geniş cümlədir. Geniş cümləni mürəkkəb cümlə ilə qarışdırmaq olmaz. Gəldik. Məsələn, deyirəm ki, kimin adını yazaq? Dəniz. Dəniz gəldi. Deyirəm, Dəniz bu səhər yola çıxdı, yola düşdü. Yola düşdü. Nə etdi? Yola düşdü. Kim? Dəniz. Bizim bir də dənizimiz var. Dəniz nə zaman? Bu səhər. Gördünüz? Geniş cümlədə ən azı bir dənə nədir? İkinci dərəcəli üzvlərdən bir iştirak eləməlidir. Sonra gəldik digər tərəfdən sadə və mürəkkəb cümlə. Elə burada yer qalmışkən başqa dərslərimizdə də izahını verəcəm. Burada da verək. Sadə cümlə, bir də var mürəkkəb cümlə. Sadə cümlə eyni ilə elə bir geniş cümlə kimidir. İçərisində ikinci dərəcəli üzvlərdən iştirak eləyə bilər. Məsələn, deyirəm ki, yazaq ki, kimin adını əvəzləşdirək? Dərya sinfin sakit qızıdır. Sinifin sakit qızıdır. Belə götürək də. Sinifin qızı. Səhv yazdıq. Deyək. Dərya bu hadisədən məmnun olmadı. Nə etmədi? Məmnun olmadı. Kim? Dərya. Dərya nədən məmnun olmadı? Hadisədən. Hansı hadisədən? Bu hadisədən. Bu da oldu sadə cümlə. Sadə cümlə.
Gəldik mürəkkəb cümlə. Mürəkkəb cümlə nədir uşaqlar? Mürəkkəb cümlə ən azı 2 qrammatik əsası var. Yəni 2 mübtədası, 2 xəbəri. Deyirik ki, buradan mürəkkəb cümlə. Mürəkkəb cümlə. Mürəkkəb cümləyə baxırıq. Məsələn, deyirəm ki, indi kimin adını əbədiləşdirək? Məhəmməd gəldi. Şükür getdi. Belə bir cümlə yazaq. Getdi. Nə etdi? Getdi. Kim? Şükür əfəndi. Məhəmməd gəldi. Nə etdi? Kim gəldi? Məhəmməd gəldi. Və cümlənin daxilində 2 mübtədası, 2 xəbər var. 2 qrammatik əsası var. Nə oldu bu da? Oldu mürəkkəb cümlə. Mürəkkəb cümlənin 2 qrammatik əsasıdır. Belə, bura qədər izah verdiklərimdən qaranlıq qalan məqam oldu sizin üçün. Yenidən izahını verə bilərəm. Eləmi? Qəbul elədiniz. Siz də sağ olun. Deməli belə, cümlənin, sadə cümlənin şəxsə görə növlərinin keçdik. İnşallah sağlıq salamatçılıq olsun. Digər dərslərimizdə görüşənədək.